Salam dostlar, hər vaxtınız xeyir olsun, gününüz uğurlu olsun inşallah. Deməli, mən bu günlərim saçlarımda böyük bir dəyişim eləmək istəyirəm. Dedim, bunu sizlərlə birlikdə edeyim. Saç rənglərimi seçdim, qərarlaşdım. Ustamla danışdım, yollanıram gözəl ustamın yanına. Gedək birlikdə saçlarımızın rəngini dəyişək. Uzun prosedur olacaq, amma ümid edirəm ki, buna dəyəcək. Deməli qızlar, axır ki gəlib çatdım. Siz Allah saçımın solğunluğuna bax. Artıq başlayırıq. Bismillah dedik, başladıq işimizi görməyə. Burada saçımın rəngi açılır. Sadəcə saçımda refleylər olduğu üçün istər-istəməz seçib dənə-dənə eləməlidir ki, o refley olan yerlər yanmasın. Və həqiqətən mənim ustam, gözəl ustam bir dənəm mənim saçlarımı ince işləyir hər zaman olduğu kimi. Gördüyünüz kimi dostlar, saçımda özümdən ağır fərqələr var. Burada da saçımı yoxlayırıq və açılıb. Şükür ki, açılmağa saçım meyillidir. Düz saçımda kraska var idi. Tam istədiyimiz formada hələ ki açılmayıb, amma açılacaq. Bu saç açılmalıdır bugün. Başqa variantımız yoxdur. Siz Allah dostlar, saçım elə bir ki, o toz kuşunun quyruğuna oxşuyur mu? Qızlar, siz bilərsiniz bu prosedurun nə qədər çətin olduğu. Həqiqətən çox çətindir. Qadın olmaqda belədir də, neyəyək? Saat 11-dən oturmuşam, saat 2-də hələ biz davam edirik. Və dostlar, gördüyünüz kimi saçımda hələ işlər davam edir. Saat 3-ə işləyib və mən burada çox əsəbiyəm. Çünki həqiqətən oturmaqdan bezdim. Oturan insan deyiləm, xoşlamıram. Dedik, bir stəkan yorğunluq çayımızı içək, biz işimizə qaldığımız yerdən davam edək. Düzdür, mən çayın soyumağını gözləyirdim. Ustam da saçımda proseduruna davam edirdi. Amma bir oturduq, çayımızı içdik, yenidən başladıq işə. Ustam işləyir, mən yoruluram. Dostlar, bir saçımın fərqalarını çıxardırıq. Və bu qədər açılmağına baxmayaraq, həqiqətən sağ olsun mənim əziz, dəyərli ustam, bir dənəm, ürəyim mənim, yaxşı ki varsan. Saçımda bir damcı da olsun yanma olmadı. Baxmayaraq ki, saçımda rəng var idi, baxmayaraq ki, saçım həssas saçdır. Bir şey ki, mən adi kraska qoyanda mənim bütün başım alergiya verir. Saçımın dibi, dərisi, qulağım, boynum, hər yerdə, yəni təsvir edə bilmərsiniz. Düzdür, alergiya yenə də veribdir, o kraska ilə bağlı bir şeydir. Ümumiyyətcə, içində nə bilim kimyavi maddələrdir, nədir, başım da çıxmır. Bir sözlə onlar mənim dərimə düşmür. Amma ona baxmayaraq saçlarım görürsünüz də nə gözəl açılıb. Əsl istədiyim kimidir. Həqiqətən indi tonlaşdıracağım. Tam istədiyim formada olacaq inşallah. Və burada da saçlarımı quruduruq və qurudandan sonra rəngləyəcəyim. Gördüyünüz rəngə çevrilibdir. Düzdür, bu rəng olmayacaq. Sarımtul kök rənginə baxmayın, aldanmayın. Bu rəngi təzədən çevirəcəyim. Ağappaq rəngə, tam istədiyim rəngə. Düzdür, aralarındakı refleylər bizə çox problem yaşatdı. Amma ona baxmayaraq biz inatla istədiyimiz rəngi əldə edənə qədər üstündə işləyəcək mənim ustam. Çünki mənim ustam öz işinin peşəkarıdır və saçımın diblərini, tonunu biraz açarıq. Çünki mən ağ saçda heç sevmirəm tüt rəngi, heç də yaraşdırmıram heç kəsə. Açıq olmalıdır. Ya şokolad tonlarının açıq tonu olmalıdır, ya da pepinli rəng. Mənim seçdiyim hal-hazırda pepinli rəngdir. Saat 5-ə işləyib, mən səhər, günorta, axşam yeməyimi indi yeyirəm. Düyünlə balıq sifariş elədim, yedim. O da axıra qədər heç yeyə bilmədim, qaldı. Və qızlar, axır ki, bütün prosedurlar bitdi, amma son halı bu deyil. Çünki diqqət edin, aralarında sarı var, biz onu yox edəcəyik. Və qızlar, saçlarımın son halı və mən bu saçlarla aşk yaşayıram. Həqiqətən saçlarımı çox bəyəndim. Bir tonda qaş rəngimi açdıq. Gördüyünüz kimi saç belədir. Bilmirəm, yaraşdırdınız yoxsa yox, fikirlərinizi kommentariyada yazarsınız. Və mən çox bəyəndim, həqiqətən özümə də bu rəngi çox yaraşdırıram. Deməli qızlar, mən gəlmişik ən bahalı restorana. Ne döneri çok kötü yedireyim. Yemekleri de hiç de Haradır? Döneritdir.
Mən də diyetdəyəm dostlar. İnanırsınız, menüyə baxa-baxa qalmışam. Yəni baxdım, axırda tonna salat seçdim. Çipriklərin oxdu səni. Nə? Deyirəm, çipriklərin oxdu səni. Yəni bu belə gözəl qoymuşsan, seyrək gözəl. Çox sıx qoyma. Səhv deyirəm arkadaşlar. Belə gözəl görünən gözəl qalır. Sən romantik var. Mənə də ayran verərdi. Götürə bilərəm meyini. Hə, bacımın ayranı da gəlir. Elə belə o yemək gələnə qədər qutara bilmər. Al, mən ayran çoxuşmam, baxır da qalır yarısı. Bu yaman köpüdür. Elə bir mən unutmadım. Hə. Mənim salatım gəldi. Cunlar məndən qabaq demişdi, amma cunların hələ ki Nebil oldu kanka. yeməyə gəlməyib. Həmişə bizdən qabaq deyir, bizdən sonra gəlir. Nə varmı? Qızlar. Köftə abi. Diyetdə olduğuna görə məcbur, amma 100 dənə yeməyə dəyər. Yeməkdə də fərqi nədir? Evet, sana gəldik bunlarla. Kofe çək. Öz də canlıdadır ürək. Özümə belə bir acı kofeyim. Və belə diyetik adını bilmədiyim nəysə sifariş elədim. Adını bilmədiyim. Günlərin sıx-sıx gəlib kofe içdiyi məkan. Məcburiyyətdən. Bəli. Nə? Məcburiyyətdən. Nə məcburiyyəti? Uşaq məktəbə qoyub gəlib oturdum burada. Hə, Bir də razıyam. gəldim ki, öyrəşdim burada. Biz bu günləri elə biləm qızlar günü edirik. Güya indi biz diyetdəyik. Günlərin bizə diyet hədiyyəsi. Yağdan ağzımız dəyənməyib. Qızı gəlmə oxşuram. Çayları da mən dəmlədim təbii ki. Özün diyetdə deyilsən, niyə bizi yoldan çıxardırsan? Hə, Allah. İstəyirəm hamı yesin, hamı. Bir üzündə kim var yesin hə? Hə, sən nə olur? Hani necə yeməsən ürək? Arkadaşlar göz haqqımızda halal edin. Çəkən onlar. Tatlı dayka, vah vah. Diyetin təzənovu. Heç kim edəməm, bu videonu yığışdır. Tərifləyir dostlar, mən videonu görən kim Bu çay, deyəmədim. yəni belə çay yoxdur. Səmimiyyətcə. Sən Allah'ın yaşadı ürək. Allah'ım. Yaxşı yeməyə pişirir. Öz səhifəmdə hal-hazırda özümü sırmış kimi söylədim. Ne böyle? Orada izleyenlerin çok. Ya Rabbim sen bu işin yahtardan Hə, neçə vaxt diyet edirsən? 17. İlk dəfə pozur hə? Həftədə bir daha pozabiliriz. Aparım. Ha. Azı Sen bak direkt bak yiyor yaman tatlı. Onun neden yemiyorsun? Ben sen başa düşürəm. Bütün dördünü açtım şu an. Küleye bak, külek değil. Ne demezsen bu nasıl? Valla bilmirəm ki, amma adam ürəyi bulandırmadı, yaxşısını seçibdi. Sağ olsun, yenə biz diyetimiz pozsa da, bu nətər yeyə bilərəm. Yaman. Ne yaxşı da. Pesok qıtdığıdır arkadaşlar. Bu hele olur. Çox qəşəng yer. Bunun da Bunların ümumiyyətlə bağlı badəm var. Oranın içinin nektarına çox sırrı çəkə vururlar. çox qəşəng. Amma unutdum. Xeyli lap çay loq elədi. Niyə? Üzrü saniyədə başqa adam da var. Biz dayananda söhbət edir, dayanın. Bir dəqiqə qalaq. Ey ay külək. Sən də istəyərdin yaxşı insan olmağı, amma alınmadın. Cəm də ürək. Dedin dayan göz zaman. Hə, bilirəm. Vallahi düz deyirsən ürək. Vallahi. Hə, bilirəm. O sən o vaxt qaynanan verilibdi. Prosta sən özün küləyə çevirdin. Yəni sən də istəyərdin insan olur. Bizimlə oturub burada əmcükləməyə bu yeməkləri, amma yedim. Yemmədi hələ külək. Ey bu yaman. Arkadaşlar sizdə də evdə belə səs gəlir. Yəni bizim ev dağılır. Cani. Vay, Ev kim sağlayır? Də? İsyan edir. Bir saniyəlik dayansan Allah. Bir sübür değil. Böyle bir sübür değil. Dayan da, dayan. Elinde bir lafını hatırlar. Ya benim sen ya kara torpağım. Gözü yaşasın. Ya seni öldürürüm ya seni. Bak böyle oldu ya. Bitmeyecek. Vay, kana ne olur? Bir kavuşmalıyım. Vay, rahmin oldu. Sen benimsin. Ya kara torpağım. Benim. Bora xeyli səsin. Sən ona bir seyircə qaldı görək. Tanem. Niye? Soram. Sorar sen de. Hayır sen de dedi.
Mən desəm bindi bir yavırçılıqdır. Sen Allah dedin ha. Nə deyir? Ömrüm. Kulak asıram ömrüm. Hayatım. Ömrüm. Çok sağ ol ömrüm. Ömrüm buyur. Bu ne evde papaklar? Sana ömrümü verdim. Bye. Senden çok sevdim. Gitmemiş çekiyormuş ya. Hiç ya bak bir tutamaz Yok o dostlarımın Dostlarımın kızları da. Sevgilisi. Hamısı dostlarımın kızlarıdır. Mən bir şey yox ömrüm. Nəfəs. Xala elə bil ki, bax Oğlan. o kişi xeylanın ən böyük yalanı nədir? Kişilər nə yalan danışır mama? Arvadlar Allah'ım ne yalan danışır. Nədir? Allahdır, nədir? Deyirsən alacağım, seninle yaşayacağım, sen ömürlük hayatımsan. Ne yersin? Hala yememişim ya. Yine kış geldi. Müştamla atılır. Heç nə yeməmişim, sakit ol. Şimşək, qara şimşək yemişik. Qara şimşək. Ama diledim. Neyse de diyeceksin yememişim. Hə, Qara McQueen. Qara şimşək xala. Onun içine sos dökürsünüz, öyle mi? Yox, yox, şey. Sossuz. Şefsizli yemirler. Tuzsuz. Nə ilə bişirdin? Qara şimşəkdədir. Qara mərcimək. Qara mərci. Neydi bir çaydan emcikliyeydim. Böyle Bana ne yersin? Nasıl yaxşı hərəkətinə görə. Dur gel sen. Kilo da salça getir. Hə. Hə. Sən bir şey deyim, mən bax. Hə. Onu demədim. Sən mənim canım palat eləməyəcəm. Qəşə bişirir. Mərci. Ay dostlar, bilirəm də mən bu işi bilirəm. Çünki səncə mamı da şey yemək bişirməm. Hiç bilmez. Ciddi deyirəm. Sen tatlı pişirdin. Ne bileyim. Bəs xalalarım yaxşı Yağını bişirməm. zaman yiyirsən. Amma çox hələ tomatı izləyir. Yağ su pişir içirəm. Quran olsun. Yağ əmdəriz. Elə bir mamam, dostlar, mamam ən çox nəyin qənimidir? Paraşok, periso. Paraşoku 10 kilo alırsan səhər gəlsin ki, Ondan paraşok sonra yoxdur. Nə deyirsən? Tomat yağ. Eviyor. Tomat yağ. Nə deyirsən? Hər belli olur, nə var? Mı fotoğrafımız qapqara. Elə bir mamı YouTube'da blok atmaq lazımdır. Hayır. Bir baxdım bana. Bu gün bizim məşq günümüzdür. Gəldiyimiz zala. İnanırsınız, sutkanı heç nə yeməmişəm. Bilmirəm ki, az-azını necə edəcəm bu fitnesi. Deməli dostlar, vallahi mən ac idim deyə məşq edə bilmədim. İkinci setdə əlim ayağım əsdi. Müəllimə dedim, müəllim sağ olsun. Məni aldı, qara sərdi və məni yönəltdi barmenin yanına. Yaxınlaşdım ona. Bir dənə protein sifariş elədim, içim və südsüz çiyələkli. Heç onu da içə bilmədim axıra qədər. Amma bunu sizlərlə bölüşmək istədim. Həqiqətən bu zalın səliqəsi, təmizliyi, məsuliyyəti, hər personalın diqqəti, hər personalın işinə hörmətlə yanaşması, ən əsası da zalın təmizliyi, müəllimimizin məsuliyyəti məni məndən alıyor. Yaxşı ki, buranı seçmişik. Ana xəstəyə belə davranır. Bilmirsən nə oldu. YouTube'da. Mətər uçdumsa. Jurnalist yıxıb fitnessdən. Onun dolanmasın. Şeydən fitnessdən düşəndə zaten. Ən axırıncı pürəşəndə elə bildik ki, elə bir fisiyoda. Cunlar yıxıldı, köhdü axı. Aynen. Mənə bax, heç gözə, gözə. Cunlar yıxıldı. Herinin zəddəki bunu ağzını Bu yıxıldın, özün xeylə təzən bir də yıxdın. Tutanmadın. Neyse, sağ ol, özü yaxşı bax. Getdim otağıma. Dostlar, mənim yenə də vazgeçilməz diyetik çikolatalarım. Diyet edəndə bundan bir çayla için, daha doğrusu sizi gün boyu çox saxlayacaq. Senin bunu işin ya. Cunların diyetik şirniyyatı. Aynen diyet var. Yiyin için köşelim. İnsana et kan kalacak. Valla birazdan virüsler başlayacak. Yine xəstəlik yayacaklar. Onda valla hamınız qırılıb patasız qurmuşlar. Düz deyir. O diyeti bir yere kadar saklayasan sonra ahırda iştahın da şey olacak. Nə olacaq? Galip gelecek. Mənə? Galip. Heç vaxt. Fit kalan. Neden yüz bakıyorsun? Nə? 3 dəfə bir elə bir sağlıqlı köşəni görür. Şu ben birisi heç kökəlməmişəm dostlar. Sizə bunu qeyd edeyim. Həqiqətən mənim dərdim kökəlmək və yaxud da arıqlamaq deyil. Mənim dərdim
olduğum formada qalmaq. Çünki bir yaşdan sonra istədiyin formanı ala bilmirsən. Və Murad, sən uşaqlıqda yemək yemirdin ki, Murad üçün də uşaqlıqda yemək yemirdi ki, arxılayaram, bacı qarnım çıxar. Bax, and Allah, onda Seylən balacan deyir, mən yedir, onda qarnım olsun, belə, qarnım olsun, prinslərim var da, belə, sən deyirdin, çıxılaydın, çıxılı-mıqılaydın. İndi narazı deyiləm. İndi narazı deyilsən, indi çox arıqsan. Şəxsən narazı deyiləm. Çox sağlamlıqdır. Bəli, əsas sağlamlıqdır, düz deyil. Özünü yaxşı deyirəmsə problem deyil. Allah qələt eləmişəm. Neyse, biz çayımızı içək arkadaşlar. Göz hakkımızı halalayın, öpüyorum sizi. Baxmamışam axı. Baxmamışam axı. Görək mən elədiyim qəşəng yoxsa bunların elədiyim. Bunlar. Doydun. Sağlam. Doydun. Yalanlaşma. Beğendin. Mıxres. Sen xeyli. Normal idi. Bence de normal idi. Sadece noodle biraz tuzsuz idi. Mənim maraqlı olan odur. Bax, sən Allah deyirəm. Mənim noodle'um yaxşıdır bunlar. Amma çox yerdən noodle'un hələ bir cür verir. Noodle'u. Bu çox qanlı idi misal üçün. Həqiqətən çox qanlı idi. Kızlar eve gidiyoruz. Sen? Ha? Eli böyle. Nerede? Biri aç koyayım. Her bir tane kişi saç çıkarsın sen. Cuna saç ama cüt saç. Ne kadar tamam. Sen onsuz sen bak ya. Sen onsuz da hele yavaş sessiz değilsin. Kuşun robottu. Yalan. Dayan sessiz değil. Deyəndə ləzzət edirəm. Mən də çıxarda bilirəm, amma mən çıxartmayacağım. Sumkamdakı Həri. Şaka. Axırıcı gəldik, çatdıq. Açar işim götürmüyor. Dondurursan bizi Cunka. Açaranı xərisini kütməmişsən, kütməmişik ki biz. Allah mənə işməmək toz eləmə. Bu da getdi, çıxdı getdi azınları. Allah şükür Allah'ım bu günə. Burada da kızlar kombinimi size göstermeye çalışıram. Qara çevidimlə mən. Bundakı Hüseyin dağıdıb. Hər zaman olduğu kimi. Mən belə qoyuram, bu belə. Bunu sənin yerin ürək buradır. Kirpi baş, səni də yerin buradır. Ya Allah, mənim yanaqlara bax, yanaqlara. Melisa gəlsəydi dağıdardı. Əvvəl bundan əl çəkmirdi, indi də bundan əl çəkməyəcək, ona əminəm. Deməli qızlar, bir qazan dolusu özümüzə popcorn eləmişik. Neyini bugün film üçünüdür, qorxulu kino günüdür. Deməli dostlar, özüm üçün balaca mini abur-cubur seti hazırladım. Artıq qorxulu kinonun vaxtıdır. Nətər günlər, dürüst ol. Nə qədərsiniz? Allah çok hoşuma. Ellerine sağlık. Amen. Filmi Hüseyin seçmişdi. Düzdür, o kadar da qorxulu değildi, amma filmin adı Döngüdür. Çox qəşəng film idi. Amma dönə bilmədilər nədənsə. Mən bu günlərim bunların üsluyla ayaqqabımı atmışam paltaryan maşının içinə. O nə deyibsə onu eləmişəm. Görək dediyi kimi olacaq. Qapqara kiridir. Ay çək əvvəlini çəkər. Baxın qızlar belə göstərim. Siz Allah görün nə qəşəng baxçıq. Belə bilin damırsan. Sağ ol gülü. Bacım bilir də mən, bacım bu işləri bilir. Burada ləkəsi qalıb, intihası ki, o da ki, elə bilirəm ki, tam ləkəli getmiş.
Mən də atırdım bu ayaqqabıları qızlar. Ayaqqabıları ağartmağın başqa yolları varsa bacınıza kommentarda atarsınız da. Hələ siz buna baxın. Həqiqətən yəni ağıppaq oldu. Elə bir indi almışam. Maşallah gülü. Bilir bu işi. Bəlkə mən düz eləmirəm, sənə bu qədərə bağlanıram. Bəlkə mən düz eləmirəm, sənə bu qədərə bağlanıram. Səni elə yerə göyədən əmrə elə bir şeydir. Deməli dostlar, əllərimin kolleksiyasının vaxtı idi. Gəldim Anuşumun yanına. Bugün əl dırnaqlarını sizlərlə bərabər edəcəyim. Alo. Yok hayallerle bir dedim ha. Alo. İnanmıyorum. Çekilirsin. Ne oldu ki? Bak herkes bak marketteki ben oldu. Ne oldu ki burada? Boştu. Axır ki rəngimizi seçdik, qərarlaşdırdıq. İnanırsınız, mən bu qərarı verənə qədər bir 20 dəqiqə gözləyib qız məni. Çox qərarsızam. İmeni dırnaq rəngi seçməkdə mən həmişə qərarsız olum. Özdə ki, yəni sizləri bilmirəm, mən birinci dırnağı falan seçib gedirəm. Gedib orada dəyişirəm. Axırda deyirəm, Anüş, nə verirsən elə. Şimdi ben kullanıyorum. Elini bırak, elini. Elini bırak, elini. Hello, yurdum. Və dostlar, axır ki bitirdik. Baxın, görün nə gözəl çıxıb. Həqiqətən çox bəyəndim. Mən hər dəqiqə açıq rəngi sevən deyiləm, amma nədənsə ayağımda keçən dəfə qırmızı rəhbərəndə pis deyildi. İndi də rozvu pis deyildi. Çox bəyəndim həqiqətən. Mənim qızımın əllərinə sağlıq. Balamın əlləri qızıldı, qızıl. Təbii ki, mən bura gedəndə tək getməmişdim. Xeylə ilə bir yazılmışdıq. Başımın bəlası da getmişdi məndən. O da dırnaqlarını elətdirdi. O da mənim kimi roz rəng seçdi. Roz elətdirdik. Bugün xala qızları ancaq dırnaqlarımızı roz elədik. Və dostlar, biz gələr-gəlməz hazırlaşdıq. Yollanırıq Sadətgilə. Növbəti videomuz ikinci partda olacaq. Orada da nələr eləmişəm sizlərlə bölüşəcəm. Kanala abunə olmağı, yorum yazmağı, bildirişləri açmağı unutmayın. Bay bay.